Narahatçılığınız normaldır. Normal bir ana kimi, valideyn kimi övlad acısı, Allah heç kimi övlad acısı göstərməsin. Övlad acısı çətindir. Övlad acısı çox ağır bir şeydir. Yəni xüsusən bizim ata-analar, xüsusən analarımızın bir dənə belə duası olub ki, Allah bizə çiynimizdə övlad tabutu aparmağı görsətmə. Həmişə onu arzu ediblər ki, yəni biz onların çiynində gedək, onlar bizim çiynimizdə getməsin. Bu ağır bir doğrudan da tərzdir, yaşam tərzidir. Bu xüsusən o cavanlar ölən, hətta mən xatırlayaram burada şəhidlərimizi, şəhid analarımızı, şəhid atalarımızı, onların çiynində onlar gediblər, bir ömür onların qəlbinə yaradır. Təbii ki, bir ana üçün də bir cavan, bir uşaq, bir qızın dünyası dəyişməyi, o istər-istəmə, mənə dünən verilişə baxanlar bu mövzu haqqında deyirlər. Düzdür, şəriət baxımına qalanda şəriətdə məzarın üstü dəbdəbəli daşlar qoymaq olmaz. Ümumiyyətlə də, yəni bir tip olmalıdır. O da adət, ənənəyə uyğun müəyyən bir, qısa bir şey, balaca bir şey. Amma hər bir halda mən başa düşürəm xanımı ki, anadır, ürəyi dözmür, qəlbi dözmür. Amma istəyirsiniz sizə rahatçılıq gəlsin, mənəvi aramlıq gəlsin, övladınızın adından ehsan verin. Övladınızın adından imkanı olmayanlara ərzaq verin. Bax, nə bacarırsınız? Demirəm sizdə, məsələn, imkanınız olsaydı qəbrin üstünü götürərdi, amma gündəlik 5 manat, 3 manat, 10 manat nəzir eləyin gündə. Məsələn, bu 5 manatı bir imkanı olana verəcəm, o geçsin məktəbdə dönər yesin. Gedin hədiyyə namazı qılın. Məktəbdə məsələn ən azı bir çek alsın və 1 manat verin, qızınızın adından, ona ehsan adından imkanı olmayanda o sizə aramlıq gətirəcək, o sizə rahatçılıq verəcək, həm fiziki, həm mənəvi, həm də ruhi rahatlıq verəcək. İmkanı olmayanda siz bacardığınız qədər, bu da bir bölüşmək də, sosiallaşmaqdır. Allah buna deyir ki, insanlarda sosiallaşma həm ehtiyacı olan ondan istifadə eləsin, həm də sən ruhla yaşadın. Bəli, Günay xanım çox gözəl vurğuladı ki, hətta ibadət etmək, namaz qılmaq. Bəli, gedib ağlama, isyan eləmə, o günahdır. Allah onu elə məsləhət görüb. İbadət etmək, namaz qılmaq, rahatçılıq verəcək.